kişilərin arasında yaran mübahisələr daha çox cəmiyyətdə müşahidə edirik. Daha çox nədən qaynaqlanır? Daha çox səbəblər nə olur? Müxtəlif səbəb ola bilər. Səbəblərdən biri də budur ki, güclü kişi var. Bəli. Biz həmişə qadınlar üçün bu sözü istifadə etmişik. Yəni ümumi olaraq, təşkillər yox, ümumi olaraq. Amma güclü kişi var və güclü olaraq da öz ailəsinə sahib çıxacaq bir kişi var. Və o cümlədən də ətrafında olan insanlar, yəni kişi ətrafında olan kişilərin içində də güclü bir kişi var. İstər-istəməz paxıllıq hisləti qadınlarda da ola bilir, kişilərdə. Yəni onun bəşərdə paxıllıq ola bilir. Ona görə də sağında, solunda bəzi qadınlar o güclü qadına paxıllıq etdiyi kimi, həsəd apardığı kimi, kişilərdə də bu xislət var ki, bizdə el arasında deyərlər ayağından çəkmə, ona quyu qazma, ona torba tikmə və belə deyək də olmasın, məsələn, 3 cür qeybət var. Bir var olan şeyi danışmaq, bir var böhtan olmayan şeyi, bir də hiss eləmək ki, bu belə bir şey eləyib, amma əslində heç kim bilmir onu eləmək. Buna hamısı nə deyərlər? Bizdə deyərlər quyu qazmaq.